Ayət-el Kürsü Quranın hansı surəsindədir? Bəqərə surəsi. Şübhən deyə İslam ayəti. İkinci sual. İmam Rıza əleyhissalamın əsl adı nə olub? Və ona niyə görə Rıza deyiblər? İmam Rıza'nın əsl adı Əli olub. Allahdan razı olduğuna görə, cəmaət da ondan razı olduğuna görə Rıza ləqəbi olub. Bəli, hesab 1-1-dir, həll edici rounddayıq. Üçüncü sualımız. Namazda təkbirətül ehramı, yəni niyyətdən sonraki Allahu Əkbəri səhvən deməsək, ya unutsaq, namazımızın hökmü nədir? Sağ ol, Salih. Namaz batildir. Əhsən. İkinci roundumuz şeytan anarla davam edir. İlk sualımız. Quranın adlarından biri də zikirdir. Niyə Qurana bu ad verilib? Şeytan öz amplasın. Zikir sözünün mənası xatırlatmaq deməkdir. Qurana da insan oxuduqca xatırladığına görə bu isim verilmişdir. Maşallah, maşallah. İkinci sual. 4000-dən çox tələbəsi olan imamımız kim olub? İmam Cəfəri Sadiq əleyhissalam. Bəli. Qəza namazını qılmaq vacibdir. Bəli, vacibdir. Niyyəsini də istəyirsiniz deyim. Yəni insan namaza başlamamışdan qabaq özünü müsəlman hesab eləyibsə, qəza namazı vacibdir. Əgər müsəlman hesab eləməyibsə, qılmaya bilər də, yəni vacib deyil. Əhsən, alqışlar. Və oyunumuzun qalibi şeytanımız, yəni anarımız. Təbrik edirik səni. Vəsvəsələrin çox olsun. Buyura bilərsən. Hamınızı astıracağam.